məsumların özlərinə məxsus Allah tərəfindən verilmiş bəzi halları var. Məsələn, möcüzə məsələsi, məsələn, Peyğəmbərimizin meyraca yüksəlməsi məsələsi, məsələn, Həzrəti İsa'nın ölüləri diriltməsi və yaxud da palçıqdan quş düzəldib ona üfürməsi, bunlar ayələr vasitəsilə təsbit olunmuş xəbərlərdir. Yəni, bir insan istəsə ki, əqli yolla və yaxud fiziki qayda qanunları tətbiq etməklə bu xəbərləri təhlil etsin, hidayət əvəzinə zəlalətə düşəcəkdir. Şeytan onun o tətbiqatından istifadə edib, onun qəlbində şək şübhə yaradacaq və nəhayətdə həmin şəxsin yoldan azmasına səbəb olacaqdır. Necə ki, elə bəzi məscid əhli arasında da olur, ilahiyyatçılar arasında da olur ki, üxrəvi məsələləri, yəni axirətə aid olan məsələləri istəyirlər ki, fiziki qayda qanunlar əsasında təhlil etsinlər, öyrənsinlər. Məsələn, Peyğəmbər əleyhissalam meyraca qalxdı, gözəl. Meyraca qalxmaq üçün gərək yerin cazibə qüvvəsini qırasan. Necə qırdı? Və yaxud göyün müəyyən təbəqələri var. Elə təbəqə var ki, orada ümumiyyətlə oksigen, qatı oksigen olmur. Oradan necə keçdi və s. Bu kimi suallar fiziki qayda qanunlar ilə sözümüzün canı budur ki, məsumların əhvalına Allah tərəfindən onlara verilmiş möcüzələrə və yaxud da uxrəvi məsələlərə qiymət vermək, onları təhlil etmək olmaz. Bizim əlimizdə səhih hədislər var ki, qəbirdə sorğu-sual var. Amma qəbirdəki sorğu-sualın mahiyyəti nədən ibarətdir, necə olacaq bizim idrakımızın fövqündədir. Biz onu fiziki qayda qanunlarla təhlil eləyə bilmərik. Və yaxud elə ruh məsələsinin özü, Quran deyir ki, ruh haqqında sizə çox cüzi məlumat verilib. Belə olduğu təqdirdə biz ruhun mahiyyətini təbiət elmlərinin qayda qanunları əsasında təhlil etsək, hidayət əvəzinə zəlalətə düşmə ehtimalımız çox böyük olar.